Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda mərkəzdə icra hakimiyyətinin yaxınlığında 11 saylı məktəbin yanında belə bir həyət evimiz çıxıb satışa. Gördüyünüz kimi 3-1 tərəfdən də yolu var. Evin arxasına da küçə düşür, yol düşür, maşın yolu var. Buradan da görürsünüz aralıdır. Köhnə tikili evlərdən də kürsülüdür. 4 sotdur. Hardasa 19 yarım belə evin dərinliyidir. Eni də 20 metrdir. 4 sotdur, yəni ki, köhnə tikilidir. Evin kupçası var, 5 otaqlıdır evimiz. Belə bir navesi də var. Proçni, moşni evlərdəndir, hörmətli izləyicilər. Yəni evin təmiri də qəşəngdir, normaldır. Yəni gir yaşa evlərdir. 2 dənə girişi var, gördüyünüz kimi 2 otaq, atcelni kuxnası ilə bir yerdə və sol tərəfdə də 3 otaqdır. Onun da atcelni kuxnası var. Sanitar qovşağı da opşidir. Buradadır. Hamamdan ayaq yolusu da bir yerdədir. İstəsəz o üzbəüz gördüyünüz o tərəfdə elə bir ki, evlə üzbəüz duranda sol tərəfdə də böyük bir kladovka var. Orada da bir dənə sanitar qovşağı düzəldib, promoy orada evə belə deyək də qapı açmaq olar. Keçdik bu birinci evlə tanış olaq. Birinci evlə keçən kimi sağda bizdə mətbəxt idi. Gördünüz, burada belə bir geniş qonaq otağı var. Cütdaşlı hörmətli izləyicilər, evdə söz yox. Yəni ki, köhnə tikili evlərdəndir. Evində kupçası var. Bu da yataq otağıdır, hörmətli izləyicilər. Çox əla bir yerdə də yerləşir. Ya narlı xırdalanın gözüdür də belə deyək. Həm də ki endirim də olunubdur. Yəni ki bizdən alsız biraz da endirim olacaq. Qiyməti də bu başdan deyək 165 min manata endirim olub. Yəni ki bir həftə bundan qabaq bu ev 180 bindən çıxmışdı satışa. Keçək ikinci evimizdən tanış olaq. Ya buradan açıb birləşdirmək də olar istəsəz. Yəni ki 5 otağı promo eləmək olar. Bir dənə girişlə də eləmək olar. Belə bir geniş qonaq otağı var. Qonaq otağı çox genişdir. Hardasa evimizin özü elə 200 kvadrat metrdir. Yəni deyim biləsiniz. 5 otaq 200 kvadrat metrdir. Üzbəüz də 2 dənə gördüyünüz otaqlar yataq otaqlarıdır. Hamısı da işıqlıdır. Dediyim kimi evin arxasında görürsüz, yola baxır. Yəni rişotkaları da var. Evin rişotkaları var. Pəncərələrdən gedir söhbət. Keçək digər otağı da göstərək. Ev də gördüyünüz kimi geniş, səliqəli. Yəni gir yaşa evdir. Gələcəkdə istəsəz peristanovka da eləyə bilərsiniz. Qiymət də mükəmməl qiymətdir. Burada bu ərazidə torpağın sotu 60 mindir. Yəni ki, maraqlana da bilərsiniz. 50 mindən aşağı torpaq tapmaq qeyri-mümkündür bu ərazidə. Kupçalı da evdir, hörmətli izləyicilər. Gəlin baxın, gördüyünüz kimi səliqəlidir. Burada da ikinci evimizin mətbəxtidir. Mətbəxti də genişdir. Yəni ki, 200 kvadratdan bəlkə də çox olar. 210-215 kvadrat olar ümumiyyətlə 5 otağın sahəsi. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim alsa Allah xeyrin versin. Hər kəsin ev olsun inşallah. Sizin də satışda evləriniz varsa bizlə əlaqə saxlayın. Tez bir zamanda satışında da köməkli eləyək. Bu evi də bizdən alsaz, bir daha söyləyirəm. Yəni ki, endirim olacaq. Yəni ki, qiymətə baxmayın. Gəlin evə baxın, ev superdir. Yəni ki, yer də əladır.